Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə təqdim etdiyimiz sınağın izahına baxacağıq. Lakin sınağın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim ödənişli və ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq suallarımızın izahına. Baxırıq burada birinci suala. Birinci sualda bizə deyir ki, oturacağı 2,8 sm, ona endirilmiş hündürlüyü 2,2 sm olan üçbucağın sahəsini tapın. Baxın, bu bizim olsun üçbucağımız. Üçbucağın oturacağı sizə verilib 2,8. Bir də sizə üçbucağın hündürlüyü verilib, hansı ki bu hündürlük 2,2-yə bərabərdir, sahəni istəyir. Sahə düsturuna əsasən biz oturacağı hündürlüyə vurub yarıya bölsək, yəni 2/1 AH düsturundan istifadə etsək, sahəni tapmış olacağıq. Buna görə yazıram 2,8 vurulsun 2,2 bölünsün 2. Bu 2,2 ilə 2 ixtisar gedir, olur 1,1. İndi belə düşündü, sanki 28-i 11-ə vurursunuz. 11-ə vurma qaydamız necə idi? 2 burada yazılırdı, 8 burada yazılırdı, ikisinin cəmi ortaya yazılırdı, 1 də yadda, bunu avtomatik 3 edirdi. Yəni düzgün cavab 3,8 alınmış olur. Testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq burada ikinci sual. İkinci sualda deyir ki, verilən tənliklərdən hansının bucaq əmsalı -4/3-ə bərabərdir? Baxın, burada -4/3-ə bərabər deyilirsə, bu 4-ə bölünüb. Bizdə də hər zaman bu bucaq əmsalını tapanda y-ın qarşısındakı əmsala bölünür. Deməli, y-ın qarşısında əmsal 4 olmalıdır. Elə buradan avtomatik b-ni, y-ni, bir də d-ni atmalısınız. Bax, 4-ə bölmə olduğu üçün y-ın qarşısında 4 dayanmalıdır. Ya A bəndidir, ya da C bəndidir. A bəndinə diqqətlə baxsaq, əgər siz burada 4y-i bax, digər tərəfə keçirsəz, bu olacaq müsbət 4y. Biri o tərəfə atsaz, olacaq 3x çıxılsın 1. Və burada müsbət 4-ə böldüyünüz üçün mənfi cavab alınmayacaq. Yəni, bu olacaq 3x bölünsün 4, yəni 4-də 3x. Bu da olacaq 4-də 1. Və bizim üçün bucaq əmsalı burada müsbət 4-də 3 olacaq. Bu olmaz. Sizdən mənfi 4-də 3 istəyir. Deməli, A bəndi düzgün cavab deyil. Bir dənə düzgün cavab C variantı qalacaq. Niyə görə? Gəlin də onu burada qeyd edək. C bəndində yazıb ki, 3x üstə gəl 4y bərabərdir 0-a. Siz 4y saxlayıb 3x-i digər tərəfə keçirsəz, bu olacaq mənfi 3x. Və həqiqətən də buradan y nəyə bərabərdir? Mənfi 3-ü bölürsünüz 4-ə, onun da cavabı mənfi 4-də 3x alınmış olur. Yəni, testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq burada üçüncü sual. Üçüncü sualda deyir ki, oturacağı MK olan bərabər yanlı MNK üçbucağında ND hündürlüyünün o orta nöqtəsindən YF və NK parçaları keçirilmişdir. YF 12 olarsa üçbucağın MN tərəfinin uzunluğunu tapın. Baxın, oturacağı MK bərabər yanlı dediyi üçün bu MN ilə NK bir-birinə bərabər. Deməli, bunlar bərabər, daha doğrusu bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqda əgər təpədən oturacağı belə bir hündürlük endirilibsə, bax, siz yadda saxlamalısınız ki, həmin bu hündürlük həm median rolunu oynayır, həm də tənbölən rolunu oynayır. İndi median rolunu oynayırsa, deməli, bu D nöqtəsi, bax, orta nöqtədir. Fikir verin, bu D nöqtəsi orta nöqtədir. Mən də bu orta nöqtədən digər tərəfin orta nöqtəsini birləşdirmək şərti ilə üçüncü tərəfə paralel olan belə bir düz xətt çəkirəm. Bax, paraleli çəkdim və gəldi bu bunun orta nöqtəsindən birləşdi. Məsələn, buranı adlandıraq 1P. İndi siz diqqətlə burada baxsaq, bax, belə bir trapesiya əmələ gəlmiş olur. Bax, fikir verin, belə bir trapesiya yaranır və bizə verilən 12, deməli, YF-in uzunluğu 12 verilibsə, bu trapesiyanın əslində orta xəttidir. Bəs biz bu oturacaqları necə adlandıraq? NK-nı 2x adlandırıram. Bu da ona paralel olan orta xətt olduğu üçün buranı da x adlandırıram. Və siz diqqətlə bu qırmızı trapesiyaya baxsaq, biz deyə bilərik ki, oturacaqlar cəminin yarısına deməli 12 bərabər olmuş olur. 2x üstə gəlsin x bölünsün 2 bərabərdir 12-yə. Buradan 3x bərabərdir 2-ni 12-yə vurursunuz 24, x də bərabərdir 24-ü 3-ə bölürsünüz. Düzgün cavab 8 alınmış olur. Əgər x 8-ə bərabərdirsə, baxın, x 8-ə bərabərdirsə, onda bizdən MN tərəfin uzunluğunu istəyir. Bərabər yanlıdır. MN-i tapmaq üçün elə NK-nı tapmağınız kifayətdir. 2x, 2 vurulsun 8, bunun da düzgün cavabı 16 cm alınmış olur. Yəni, testimizin doğru variantı olur G bəndi. Keçək növbəti suala.
Baxırıq 4-cü sual. 4-cü sual deyir ki, verilən təniklər sistemindən x, y hasilini tapın. Diqqətlə baxsaq, burada x çıx y-ə 6 verib. Aşağıda x kvadrat üstəgəl y kvadratı 20 verib. Deməli, biz nə etməliyik? X kvadrat y kvadratın köməkçi müxtəsər vurma düsturunu yazıram bura. Yəni, x çıxılsın y kvadrat, çıxma ilə olanını yazıram, çünki yuxarıda çıxma verilib. Üstə gəlsin 2xy bərabərdir 20-yə. Buradan bu x çıx y-in əvəzinə gətirib 6 yazırsınız. Yəni 6-nın kvadratı hesablanmalıdır burada. Bu da eləyir 36 üstəgəl. 2xy bərabərdir 20-dirsə, buradan 2xy bərabərdir 20-dən çıxırsınız 36-nı. 20-dən 36-nı çıxanda edir -16 və buradan da xy bərabərdir -16 bölünsün 2. O da -8-ə bərabər olmuş olur. O da -8-ə bərabər olmuş olur. Bizdən x, y hasilini istəyir. Testimizin düzgün cavabı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci sualda yazıb ki, 44-ün kubu üstə gəlsin 38-in kubu bölünsün 41. Çıxılsın 2 vur 44 vur 38 olarsa bu ifadənin qiymətini hesablayın. Baxın, bunu A kub üstə gəlsin B kub kimi açsaq, yaza bilərəm ki, 44 üstə gəlsin 38 vurulsun. Birincinin kvadratı 44-ün kvadratı çıx. Birinci ilə ikinci hasili 44 vur 38. Üstəgəl ikincinin kvadratı, yəni 38-in kvadratı bölünsün 41 çıxılsın. Çıxılsın, bu da olduğu kimi qalır. 2 vurulsun 44, vurulsun 38. Bu da bərabərdir. Bax, diqqətlə baxsaq, 44-ün üstünə 38 gələndə eləyir 82. Bununla bu 41-i ixtisar aparsaq, burada bir dəfə qalır, burada 2 dəfə qalır. Yəni, burada belə bir ifadə qalır. 2 vurulsun 44-ün kvadratı çıx. 44 vurulsun 38. 44 vurulsun 38, üstəgəl 38-in kvadratı. Çıxılsın, bu ifadəni də yazıram. 2 vurulsun 44 vurulsun 38. Baxın, hər iki hasildə ortaq olan vuruq hansıdır? Hər iki hasildə ortaq olan vuruq, deməli, 2-nin özüdür. Ona görə siz burada 2-ni mötərizə xaricinə çıxara bilərsiniz. Bax, 2-ni çıxartdıq mötərizənin xaricinə. Bu yoxdur. Nə qalır? 44-ün kvadratı çıx, 44 vurulsun 38, üstə gəlsin 38-in kvadratı. Bu hasildən də 2-ni çıxartmışsınız. Nə qalır? 44 və 38 qalır. 44 vurulsun 38. Bu da bərabərdir. Mən baxıram ki, bax 2 vurulsun 44-ün kvadratı olduğu kimi qalacaq, amma bu ifadədən 2 dənədir. Bax, fikir verin, -44 vur 38 mənfi. Deməli, burada olacaq -2 vurulsun 44 dəfə 38, üstə gəlsin 38-in kvadratı. Bu da bizə hansı düsturu xatırladır? A çıx B-nin kvadratını, yəni bərabərdir. 2 vurulsun 44 çıx 38-in kvadratı olmuş olacaq. 44-dən 38-i çıxanda 6 eləyir, kvadratı 36 eləyir, onu da 2-yə vuranda düzgün cavab 72 alınmış olur. Yəni, testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 6-cı sual. 6-cı sualda deyir ki, fx bərabərdir 3x çıx 11. J 3x üstəgəl 2 bərabərdir. 2x üstəgəl 5 olarsa, verilən bu funksiyanın, yəni mürəkkəb funksiyanın qiymətini tapın. Birinci növbədə J8-i hesablamaq lazımdır. J8-i hesablaya bilməyim üçün burada x-in yerinə mən neçə yazmalıyım? Gəlin tapaq. 3x üstəgəl 2 bərabərdir 8-dirsə, 3x bərabərdir 8-dən 2 çıxırsınız 6, x də bərabərdir 6-nı 3-ə böləndə düzgün cavab eləyir 2. Deməli, x-in yerinə 2 yazılmalıdır. Yazıram. 2 vurulsun 2 eləyir 4. 4-ün də üstünə 5 gələndə olur 9. Deməli, J8-in 9-a bərabər olduğu bəllidirsə, indi gətirib burada yerinə qoyursunuz. Bax, bunu silirsiniz. Əvəzinə 9 yazırsınız. F9 bərabərdir. Deməli, 3 dəfə x-in qiyməti 9 çıxılsın 11. Bu da 27 çıxılsın 11. Yəni, düzgün cavabı bizə 16 vermiş olacaq. Testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 7-ci sual. 7-ci sualda deyir ki, səyyah 15 kilometr getdikdən sonra yolun 25%-i gedilməmiş qaldı. Bütün yolun uzunluğunu tapın. Deməli, biz burada bilməliyik ki, baxın, 15 kilometr gedilib, yolun 25%-i qalıb. Bəs neçə faizi gedilib? Elə 100%-dən çıxırsınız 25%-i olur 75%. 75% gedilən yoldur. Yəni, bu 15 kilometr gedilən yol bizə ifadə edir 75%-i. Bəs görəsən neçə kilometr bizə göstərir? Deməli, bu yolun bütün uzunluğunu onda 100% götürürsünüz. Yolun bütün uzunluğu. Çarpaz vursaq 75 vurulmalıdır x-a, 15 vurulmalıdır 100-ə. Hər tərəfi 15-i ixtisar aparsanız burada 5 qalacaq. Hər tərəfi 5-i ixtisar aparsanız burada da 20 qalmış olacaq. Deməli, x bərabərdir 20. Testimizin doğru variantı A bəndi. A variantı alınmış olur. Belə, keçək növbəti suala.
Baxırıq 8-ci suala. 8-ci sualda bizə deyir ki, yan səthinin sahəsi oturacağının sahəsindən 2 dəfə böyük olan konusun hündürlüyünün oturacağının radiusuna olan nisbətini tapın. Deməli, deyək ki, baxın, bizim konusumuzda formada qeyd edək. Bir hündürlüyü lazımdır bizə. Bir də, deməli, oturacağın sahəsində 2 dəfə böyük olan konusu, bir də radiusu lazımdır. Deyək ki, bu bizim olsun konusumuz. Baxın, bir bu hündürlüyü lazım olacaq bizə, bir də buradakı radius. İndi nə edirik? Bizə deyir ki, S yan bölünsün. S oturacaq. Yəni, biri o birindən 2 dəfə böyükdür. S yanı böləndə S oturacağa. Bu bərabər olmalıdır 2-yə. S yanının düsturunu yazıram. Pi R L bölünsün. Oturacaq pi R kvadrat bərabər olmalıdır 2-yə. Bu pi ilə bu pi gedir. R ilə də R gedir. Qalır L bölünsün. R bərabərdir 2-dirsə, L bərabərdir 2 vurulsun R-ə. Baxın, bu L nə zaman 2 R-ə bərabər olar? Əgər konusun ox kəsi bərabər tərəfli üçbucaq olarsa, yəni burada 2R, burada 2R, bu aşağıda 2R-dirsə, burada avtomatik R olmuş olacaq. Və biz burada görürük ki, deməli, bərabər tərəfli üçbucaqda bütün bucaqlar 60 dərəcədir. Bura 60-dır, bu da ümumi 60-dırsa, tənbölən vasitəsindən bölünür. Bura olur 30 dərəcə və biz bilməliyik ki, 60 dərəcəlik bucaq qarşısında katet, yəni əslində bu hündürlük digər katetin kökdə 3 mislinə bərabər olmuş olur. Yəni, bu olur R kökdə 3. Və bizdən hündürlüyün radiusu olan nisbətini istəyirsə, baxın, h bölünsün R bərabərdir. Hündürlüyün əvəzinə R kök altında 3 yazırsınız, bölünsün R. Bu R-lərdə ixtisar gedir, düzgün cavab kök altında 3-ə bərabər olmuş olur. Yəni 8-ci sualda testimizin düzgün cavabı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 9-cu suala. 9-cu sualda deyir ki, A, C, M, N müxtəlif sadə ədədlər olarsa və bu ifadə, baxın, bərabərdir 3 olarsa, B ədədinin ən kiçik qiymətini tapın. Biz burada loqaritm A əsasdan B-yə dəyməyəcək, bu olduğu kimi qalacaq. Amma buradakı ifadəyə baxsaq, bu M ilə bu M gedir, bu N ilə bu N gedir. Qalır sadəcə loqaritm A əsasdan C. Bu doğru çıxılsın. Loqaritm A əsasdan, daha səliqəli yazaq A-nı. Deməli, A əsasdan C bərabərdir 3-ə. Bu da əsasları eyni olan loqaritmlərin çıxılmasıdırsa, deməli, əsas olduğu kimi qalacaq. Burada B, C-yə bölünməlidir. B bölünsün C bərabərdir 3-ə. Onda belə çıxır ki, B bölünsün C bərabərdir A-nın kubuna. Siz buradan B-ni tapmaq istəyirsinizsə, A-nın kubunu vurmalısınız C-yə. İndi bizə deyir ki, B ədədinin ən kiçik qiymətini tapın. Əgər kiçik qiymətini tapmaq istəyirsinizsə, bu kub olana gəlin ən kiçik sadə ədəd verək. Bax, bunu da unutmayın. Bunlar sadə ədəd olmalıdır. Onda A-nın qiymətini deyirəm 2. Baxın, ən kiçik sadə ədəd deyirəm 2-nin kubu. C-yə isə indi ondan sonra gələn kiçik qiyməti götürürəm. Daha doğrusu sadə kiçiyi götürürəm. O da eləyir 3. C-nin qiyməti də bərabərdir 3. Onda 2-nin kubu vurulsun 3. 8 dəfə 3. Düzgün cavab 24-ə bərabər olmuş olur. Testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 10-cu sual. 10-cu sualda deyir ki, AB mərkəzi O nöqtəsində olan çevrənin toxunanıdır. DBK 60 dərəcədir. Bax, bu bucaq 60 dərəcədir. Bircə saniyə. Bax, bu bucaq deyir ki, 60 dərəcədir. AB 6 kökdə 3 desimetr olarsa, AC parçasının uzunluğunu tapın. Bura 60 dərəcədirsə, təpə nöqtəsi çevrə üzərində olan daxilə çəkilmiş bucaqdır. Deməli, söykəndiyi qövs olacaq 120 dərəcə. Bax, bu CD qövsü bütövlükdə 180 dərəcədirsə, çünki yarım çevrəni əhatə edir. 180-dən çıxırsınız 120-ni, bura bərabər olur 60 dərəcəyə. Bax, bura olur 60 dərəcə. Bura 60 dərəcədirsə, ona söykənən daxilə çəkilmiş bucaq, yəni bu qövs 60 dərəcədir, onda bu daxilə çəkilmiş bucaq 30 dərəcə. Bura 30-dur, indi bu 60-ın da qonşusu 120 olacaq. Baxın, buranı silirəm. 60-ın qonşusu 120 olacaq. Bunları da silirəm. Tapıram ki, bura olur 120 dərəcə. Gəlin yazaq. Bucaq B bərabərdir 120 dərəcə. Sadəcə, mənim məqsədim burada bu AC-ni tapmaqda, düzdürmü? Bura 120-dirsə, avtomatik burada 30 dərəcə olmuş olacaq. Deyirəm ki, gəlin biz bu B ilə C-ni birləşdirək. Bax, fikir verin bu hissəni. Niyə görə birləşdirirəm? Çünki diqqətlə burada deməli B, C, D üçbucağına baxsaq, bunlar diametrə, daha doğrusu bu B bucağı diametrə söykənən bu tərəfdə bucaq olmuş olacaq. Bu olacaq 90 dərəcə. İndi bu bütövlükdə 120 deyildi. 120-dən bu 90-ı çıxın. Yerdə qalacaq 30 dərəcə. Bax, bura olur 30 dərəcə. Bax, bizə bu lazım idi. İndi diqqətlə baxın, həmin üçbucağı burada çəkirəm. Deməli A,
C, bu da olur B. Bunun oturacağı bitişik bucaqları 30-30-dursa, deməli təpə bucağı olmalıdır 120 dərəcə və biz qayda bilirik. Qayda bilirik ki, əgər bərabər yanlı üç bucağın təpə bucağı 120 dərəcədirsə, onda yan tərəfləri A-nın işarə etsək, oturacaq A kök altında 3-ə bərabər olmuş olacaq. Yəni, yan tərəfin kökdə 3 mislidir. Bu o deməkdir ki, buradakı yan tərəf, baxın, buradakı yan tərəf gərək 6 olsun ki, bərabər yanlıdır. Burada 6 olsun və bu xassəyə əsasən biz deyə bilək ki, oturacaq, bəli, 6 kök altı 3-ə bərabərdir. Bizdən tələb etdiyi həmin bu AC parçası yan tərəfin uzunluğuydu. Onun da düzgün cavabı 6, yəni Y variantı, Y bəndi alınmış olur. Belə, keçən növbəti suala. Baxırıq 11-ci sual. 11-ci sualda deyir ki, NA 20, NB 14, birləşmənin elementlərin sayı 24 olarsa, kəsişmənin elementlərin sayını tapın. Bizim belə bir düsturumuz var. NA birləşir B bərabərdir. NA üstəgəl NB çıx kəsişmənin elementlərinin sayı. NA kəsişir B. İndi verilənləri gətirib yerinə yazaq. 24 bərabərdir 20 üstəgəl 14. İndi bu üçüncünün qiymətini bilmirəm. Mən kəsişmənin elementlərin sayını axtarıram. Buna da bir x yazaq. Buradan 24 bərabərdir 34 çıxılsın. X-dirsə, x-i tapmaq üçün 34-ün özündən 24-ü çıxırsınız. Testimizin düzgün cavabı 10 alınmış olur. Deməli 11-ci sualda testin düzgün cavabı olur 10. Keçək növbəti suala. Baxırıq 12-ci sual. 12-ci sualda deyir ki, AN ədədi silsiləsində A5 6,5, S13 bərabərdir 10 vurulsun S9 olarsa A7-ni tapın. Deməli, baxın, bu S13-ü yazıram bu formada. A1 üstə gəlsin A13, A1 üstə gəlsin A13 bölünsün 2 vurulsun 13 bərabərdir 10 vurulsun. Buradakı S9-u isə yazıram bu formada. Deməli, A1 üstə gəlsin. A1 üstə gəl A9 bölünsün 2 vurulsun 9. A1 üstə gəl AN böl 2 bu düsturuna getmiş oldu. İndi burada, baxın, A1 üstə gəlsin A13. Bu ikisinin cəmi, indekslər cəminə fikir verin. 1 ilə 13-ün cəmi edir 14. Onu da yarısı edir, yəni 14-ün yarısı edir 7. Deməli, bu cəm əslində 2A7-yə bərabər imiş. Nəyə əsasən yazdım? Xassəyə əsasən yazdım bunu. Bölünsün 2 vurulsun 13 bərabərdir 10 vurulsun. Bu da A1 ilə 9 bizə verəcək 2A5-i. Yazırsınız burada 2A5 bölünsün 2 vurulsun 9. Bu 2 ilə bu 2 ixtisar gedir. Qalır A7 vurulsun 13 bərabərdir 10 vurulsun. Bu 2 ilə də bu 2 ixtisar gedir. Burada qalır A5. Elə mən də A5-in qiymətini gətirib yerinə yazıram. Yəni vurulsun 6,5 vurulsun 9. Onda burada deməli, onu vuranda 6,5 65 eləyir. Bu 65 ilə bu 13-ü ixtisar aparsanız 5 eləyir. 5-i də 9-a vuranda deməli A7-nin düzgün cavabı 45 alınmış olacaq. Yəni testimizin doğru variantı olur burada D bəndi. Keçirik növbəti suala. Baxırıq 13-cü sual. 13-cü sualda deyir ki, A nöqtəsindən D düz xəttinə qarşılıqlı perpendikulyar AB və AC mailləri çəkilmişdir. Maillərin düz xətt üzərində proyeksiyaları 8 və 18 olarsa, A nöqtəsindən bu düz xəttə qədər olan məsafəni tapın. Baxın, bura 8-dir, burada 18-dir. Deməli, sizdən, baxın, buradan bura qədər məsafəni istəyir, hündürlüyü istəyir. Fikir verin, bu düz bucaq, üç bucaqda hündürlüyü istəyir. Bizim də qaydamız necə idi? H kvadrat bərabərdir. M vurulsun n-ə. Gətirib yerinə yazırsınız. 8 dəfə 18, bu da bərabərdir. 144 edir ki, buradan da H bərabərdir. 12 alınmış olur. Yəni, testimizin düzgün cavabı olur 12. Keçək növbəti suala. Baxırıq 14-cü sual. 14-cü sualda bizə deyir ki, birinci kubun həcmi ikincinin həcminin 0,8%-ni təşkil edir. Birincinin səthinin sahəsi ikincinin səthinin sahəsinin neçə faizini təşkil edir? Baxın, V1 bərabərdir. İkincinin 0,8-i. Yəni, bunu 100-də 0,8 V2 kimi göstərə bilərəm. Yəni, faiz deyil, bu formada qeyd etdim. Onda belə çıxır ki, V1 bölünsün V2. Bax, bu V1-i böldünüz V2-yə. Bərabərdir. Bunun da üsuli məxrəcini ona vursaq, bu eləyəcək 1000, bu da eləyəcək 8. 1000-də 8-də ki, 10 da 2-nin kubudur.
Bunu niye bu formada gösterdim? Çünkü biz bilirik ki bütün kublar birbirine oxşardır. Kubların həcmləri cəmi K'nın kubuna bərabər olmalıdır. Oxşarlıq əmsalının kubuna. K'nın kubu 10'da 2'dirsə, yəni 10'da 2'nin kubudursa, deməli K'nın özü burada bərabər olacaq 10'da 2. Bunu 0,2 formasında yaza bilərsiniz. İndi deyir ki, birincinin səthinin sahəsini, ikincinin səthinin sahəsinin neçə faizini təşkil edir? Yəni biz də bilməliyik ki, yenə bu kubların sahələri nisbəti isə K'nın kvadratına bərabərdir. Yəni 0,2'nin kvadratı bu deyəcək 0,4. Lap çarpaz vura bilərsiniz. S1 bərabərdir 0,4 vurulsun S2'dirsə, deməli birinci, ikinci neçə faizini təşkil edir? S1 bərabərdir 100'ə vururam. Bax 4 faizini təşkil etmiş olur. Yəni testimizin düzgün cavabı olur 4. Keçək növbəti suala. Baxırıq 15-ci sual. 15-ci sualda deyir ki, n bərabərdir 57'nin kvadratı üstəgəl 38'in kvadratı olarsa, bu ədədin sadə vurğuların sayını tapın. 57'ni siz 3 dəfə 19 yaza bilərsiniz. İndi bunun kvadratı var burada. 38'i də 2 dəfə 19 yaza bilərsiniz. Bunun kvadratı var. Deməli, hər ikisində 19'un kvadratı iştirak edir. Düzdür? Ona görə biz nə edə bilərik? 19'un kvadratını çıxardırsınız mötərizənin xaricinə. Qalır burada 3'ün kvadratı, üstə gəlsin 2'nin kvadratı. Arada üstə gəlmə var. Bu da bərabərdir 19'un kvadratı. Vurulsun. Deməli, 9 üstə gəlsin 4, bu da eləyir 13. Onda belə çıxır ki, 19'un kvadratını siz 19 dəfə 19, bir dənə də dəfə 13 göstərsəz, vuruqlarının sayı neçəyə bərabər olmuş olacaq? Baxın, 3 vuruğu olmuş olacaq. Yəni, testimizin düzgün cavabı olur 3. Belə, keçək növbəti suala. Baxırıq 16-cı sual. 16-cı sualda deyir ki, müstəvidən 6 sm məsafədə olan nöqtədən bu müstəviyə 30 dərəcəlik bucaq altında çəkilmiş mailin uzunluğunu tapın. Bu olsun müstəvi. Müstəvidən kənar deyək ki, belə bir A nöqtəsi var. Bu A nöqtəsi müstəvidən nə qədər məsafədədir? 6 sm. Bax, buradan bura qədər olan perpendikulyar bərabərdir 6 sm. Buranı qeyd etdiniz. Bir dedi ki, mail çəkilib, hansı ki o mail müstəvi ilə 30 dərəcə bucaq əmələ gətirir. Bax, belə bir mail çəkilib. Bu mail 30 dərəcə bucaq əmələ gətirir. Buranı adlandıraq B, buranı adlandıraq C. Bax, düz bucaq, uç bucaqda görürəm ki, 30 dərəcə bucaq qarşısının katet hipotenuzun yarısına bərabər olmalıdır. Elə məndən də mailin uzunluğunu istəyirsə, deməli birbaşa olaraq AB-nin uzunluğu 12 cm bərabər olmuş olur. Yəni testimizin düzgün cavabı olur 12. Keçək növbəti suala. Baxırıq 17-ci sual. 17-ci sualda deyir ki, fx bərabərdir 7x kvadrat çıx 8x üstəgəl 13 funksiyasının qrafikinə çəkilmiş toxunanın bucaq əmsalı 62-yə bərabərdirsə, toxunma nöqtəsinin apsisini tapın. Baxın, bu bucaq əmsalı 62-yə bərabər nə deməkdir? Yəni, bu funksiyanın törəməsini tap, x0 nöqtəsinin törəməsini tap, bərabər et 62-yə. Və bizdən tələb etdiyi bu x0-ı tapmaqdır. Baxın, x0-ı tapmaqdır. Yəni, toxunma nöqtəsinin apsisini istəyir sizdən. Gəlin, bu funksiyanın törəməsini tapaq. Olacaq 14x çıx 8 bərabərdir 62-dirsə, 62-nin üstünə 8 gəlirsiniz. 14x bərabər olacaq 70-ə, x də bərabərdir 5 alınmış olur. Əgər x 5-ə bərabərdirsə, yəni x0 5-ə bərabərdirsə, deməli testimizin düzgün cavabı 5 olmuş olur. Keçək növbəti suala. Baxırıq 18-ci sual. 18-ci sualda bizə deyir ki, verilən bu bərabərsizliyin 2-7 aralığına daxil olan tam həllərinin cəmini tapın. Diqqətlə baxsaq, burada yuxarıda kvadrat verir. Deməli, bu həmişə müsbətdir. Bu müsbətdirsə, aşağı mənfi olmalıdır ki, müsbəti mənfiyə böləndə kiçikdir, 0 alınsın. Yəni, mənfi alınmış olsun. Burada yazırsınız ki, x çıx 7 kiçikdir 0-dan, amma bir şey nəzərə almalısınız ki, x 5-ə bərabər ola bilməz. Niyə görə? Çünki x-ə 5 yazsaz, bu 5 çıx 5 0 eləyəcək. 0-da nəyə bölsəz, bu 0 olmalıydı. Yəni, bu ifadə belə verilsəydi sizə, onda 5 qəbul edilən idi, 5-ə ala bilərdi. Amma bu kiçik bərabərdir 0-dan vermir, baxın, sadəcə kiçikdir 0-dan verib. Ona görə 5-ə ala bilməz. Burada da yazırsınız ki, x kiçikdir 7-dən, amma yenə mən bunu ədəd oxu üzərində göstərəndə nəzərə alacağım ki, 5-ə ala bilmir. Bax, 7-dən kiçiklər bu ədədlərdir və burada da dediyim kimi bu 5-i ala bilmir. Bizə də deyir ki, hansı aralığdakı tam həllər lazımdır? 2-7 aralığında. 2 də yerləşir burada. 2-7 aralığında. Gəlin baxaq. 2 ilə 7 aralığında daxil olan tam həllər hansı vardır? 2-nin özü var. Daha sonra üstə gəl 3 var, 4 var, 5-i ala bilmir. 6 var, 7-ni ala bilmir. Bunu da hamısını toplayanda testin düzgün cavabı 15 alınmış olur. 18-ci sualda. Keçək növbəti suala.
Baxırıq 19-cu sual. 19-cu sualda bizə deyir ki, oturacağının tərəfləri 5, 5 və 6, həcmi isə 80 olan üçbucaqlı piramidanın hündürlüyünü tapın. Bax, deyək ki, bizim üçbucaqlı piramidamız bu formadadır. İndi burada qeyd edəcəm. Bizim üçün üçbucaqlı piramida. Bax, bu formada olmuş olsun. İndi oturacağın tərəfləri bizə nə verir? Bax, diqqətlə baxsaq, 5, 5, 6 verir. Gəlin qeyd edək. Bura 5 olsun. Sadəcə bu biraz sərgəsiz oldu bu hissəyə, yəni fikir verməyin. Bura 5 olsun, bura 5 olsun, burada 6 olmuş olsun. İndi bu bərabər yanlı, belə deyək də, üçbucaqdır. Biz bunun hündürlüyünü taparıq tez burada. Hündürlük endirdiksə, bu həm də mediandır. Buranın yarı bölür 3-dür. Pifaqor ədədləri 5, 3, avtomatik hündürlük 4-ə bərabər olmuş olacaq. Onda oturacağın sahəsi S oturacaq bərabərdir. 2-də 1 AH, 2-də 1 vurulsun. Oturacaq 6-dır, hündürlük 4-dür. 24-ü 2-yə böləndə eləyir 12. S oturacağı tapdığımıza görə, indi həcmi deyir ki 80-dir. Həcm düsturu necə idi piramidada? Gəlin yadımıza salaq. V bərabərdir 3-də 1. S oturacaq vurulsun H. Bu da bərabərdir 3-də 1. Gəlin bu bərabərdir 80 yazaq, tənli kimi əldə edək. Burada olacaq 3-də 1 vurulsun. S oturacaq 12-dir. Bu da vurulsun hündürlük bərabərdir 80-ə. 12 ilə 3-ü ixtisar apararsınız 4 eləyər. 80-i də 4-ə bölərsiniz 20 eləyər. Yəni sizdən hündürlüyü tələb edirdi. Ona görə testin düzgün cavabı 20 alınmış olur. Keçək növbəti suala. Və nəhayət baxırıq 20-ci sual. 20-ci sualda bizə deyir ki, ABCD poliqramının A və D bucaqlarının tənbölənləri BC tərəfi üzərində M nöqtəsində kəsişir. M nöqtəsində kəsişir. Gəlin bu poliqramı çəkək, adlandıraq. A, B, C, D. Əgər burada tənbölənlər gəlir, BC tərəfi üzərində M nöqtəsində kəsişirsə, baxın bu bir tənbölən olsun, bu da ikinci tənbölən. Burada M nöqtəsi adlandırıram. Sonra bizə deyir ki, AMD üçbucağının M təpəsindən çəkilən medianı 6,5 olarsa, poliqramın perimetrini tapın. Deməli, bu tənböləndirsə, bura bir alfa desəm, burada alfa olacaq. Poliqramın tərəfləri bir-birinə paraleldir. Bu AM dolunu kəsəndir. İki paralel düz xətdir, kəsən üçüncü bir düz xət olanda burada daxili çarpaz bucaqlar yaranır. Bura alfadırsa, burada alfa olacaq. Həmçinin bura betadır. Bura betadırsa, avtomatik burada beta olacaq. Çünki bu ikisi daxili çarpazdır. Digər tərəfdən poliqramın bir tərəfinə bitişik olan iki bucağının cəmi olmalıdır 180. Yəni mən AD tərəfini nəzərdə tuturam, AD tərəfi. 2 alfa üstə gəlsin, 2 beta bərabərdir 180 dərəcədirsə, hər birini 2-yə böləndə alfa üstə gəlsin, beta bərabərdir 180 bölünsün 2, yəni 90 dərəcə olmuş olur. Alfa ilə betanın cəmi 90 dərəcədirsə, deməli burada qalan bucaq da 90 dərəcə olmalıdır və bu üçbucaq olur düzbucaqlı üçbucaq. Digər tərəfdən siz baxırsınız ki, ABM üçbucağı bərabər yanlıdır. Bura bir x desəz, burada x olacaq. Bu da bərabər yanlıdır. Axı bura x-dir. Ona qarşı olan tərəfdə burada x olmalıdır. Bərabər yanlı olduğu üçün burada x olur. Deməli, BC tərəfinin uzunluğu oldu 2x, AD tərəfində uzunluğu 2x olmalıdır. Deyir, M təpəsindən çəkilən median. Əgər mən M təpəsindən belə bir median çəkmişəmsə, düzbucaqlı üçbucaqda median gəlir həm hipotenuzu yarıya bölür, həm də özü hipotenuzun yarısına bərabərdir. Yəni, buranı da avtomatik x olaraq işarə edə bilərsiniz. İndi medianı sizə 6,5 verirsə, deməli elə buradan x-in özünün 6,5 olduğunu tapmış oluruq. İndi nə etməliyik? Poliqramın perimetrini tapmalıyıq. Perimetr bərabərdir 2 vurulsun AB düsturundan istifadə olunur. Baxın, biz bir tərəfimiz x-dir, üstə gəl. O bir tərəfimizdə 2x-dir. 2x-dan x-i toplayanda eləyir 3x, 3x-i də 2-yə vuranda eləyir 6x. Və x-in qiyməti 6,5-dirsə, gətirib yerinə yazaq. X vurulsun, yəni 6 vurulsun daha doğrusu. 6,5, bunun da düzgün cavabı 39-a bərabər olmuş olur. Bu da bizim 20-ci sualın deməli izahı həll olmuş oldu. Bütün suallarımızı yəni həll etdik, izah etdik. Ümid edirəm ki, hər biri bizim üçün tam şəkildə aydın olmuş oldu. Bir daha xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən fayda almaq istəyirsinizsə, bax hal-hazırda ekranda gördüyünüz 077 598 3800 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.